Bugün Başlıbel faciəsinin il dönümüdür. 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 32 il ötür. Bu cinayət zamanı içində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib. Hətta bəziləri diri-diri yandırılıb. Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 dinc sakini xilas olmaq məqsədi ilə mağaraya sığınıb, lakin ermənilər onların yerini aşkarlayıb, silahlı hücuma keçərək qətliam törədiblər. Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin meyitlərinin mağara yaxınlığında dəfn olunduğu yeri aşkar edib. Kütləvi şəkildə qətlə yetirilən həmin şəxslərin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və ayrı-ayrı dəfn olunub. Kəlbəcərin ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri də işğal zamanı dağıdılaraq məhv edilib.